Həqiqətlər arasında Allahın bayramları haqqındakı həqiqət bizim üçün həqiqətən vacibdir. Əgər bayramlar yoxdursa, Sion mövcud ola bilərmi? Gəlin Allahın niyə bu yer üzünə ikinci dəfə gəldiyini və Sionu yenidən qurduğunu araşdıraq. Gəlin Zəbur kitabının 132-ci fəslinin 13-cü ayəsinə nəzər salaq. Çünki Rəbb Sionu seçdi, orada öz məskənini salmaq istədi. Sadə dillə desək, onun məskəni Allahın evidir. Yazılıb ki, Allah bunu öz evi üçün arzulayıb. Gəlin 14-cü ayəyə baxaq. Bura. Nə qədər? Sion müvəqqəti istirahət yeri deyil. Allah dedi, bura əbədi olaraq istirahət edəcəyim yerdir. Beləliklə, Allahla görüşmək üçün hara getməliyik? Biz Sion olmayan yerdə gəzib dolaşmamalıyıq. Biz heç vaxt unutmamalıyıq ki, Allah Siondadır. Dedi, bura əbədi olaraq istirahət edəcəyim yerdir. İstəyirəm ki, burada məskən salım. Allah Sionu istəmədən qurmadı və başqaları tərəfindən buna razı salınmadı. Sion Allahın çox istədiyi yerdir. Məhz buna görə də o, Sionu qurmuşdur. Gəlin 15-ci ayəyə baxaq. Bu yerə bol ruzi bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə məd oxuyacaq. Allah əbədi məskən kimi hansı yeri seçdi? Sion Allahın əbədi olaraq istirahət yeridir. Buna görə də Allahı tapmaq üçün Sionu tapmalıyıq və Sionu tapmaq üçün Allahın bayramlarının, Sionun tərkib hissələrinin qeyd olunduğu yeri tapmalıyıq. İndi bu dövrdə əgər bəzi insanlar bayramların, onun fərmanlarının və ya qanunlarının olmadığı bir yerdə Allah budur deyirlərsə, onların mənəvi kimliyini düzgün ayırt etməyi bacarmalıyıq. Onlar müqəddəs kitabın xəbərdarlıq etdiyi yalancı məsihlərdir. Allahın xalqına bəsirət vermək üçün Allah Sion adlı bir yer seçdi və xalqına həqiqi Allahla harada görüşməli olduqlarını öyrətdi. Beləliklə, Allah bütün təlimləri müqəddəs kitabın və peyğəmbərlərin peyğəmbərliklərində yol göstərici kimi qoydu. Beləliklə, Allahla görüşmək üçün hara getməliyik? Siona gəlməliyik. Siona gedən yolda heç bir gecikmə olmamalıdır.